hər qəpiyinin haqqını verən, ümumilikdə 6 otaqdan ibarət olan belə bir əla həyət evi çəkib göstərirəm. Mərtəbələr arası monolit betonlu 3 sot yarımdan inşa olunub. Arxa tərəfdə 1 sot torpaq. Ön hissənin torpaq sahəsi bu qaydada da sağına soluna arxasına keçid etmək mümkündür. 1 metr buradan arxa tərəfdə böyük bir torpaq sahəsi saxlanır və digər tərəfinə də hərəkət etmək olur. Sadəcə vaxtınızı çoxalmamaq üçün qısa təqdimat eləmək istəyirəm. Kupçalı evdə evin və torpağın kupçası var. Masazır qəsəbəsində Yenibaş yaşayış kompleksinin arxa tərəfində yerləşir. Görürsünüz, fasad ağla ilə işlənib. Ağla ilə bu hissəsinə də keçid etmək olur. Bu hissədən hardasa 60 sm, digər tərəflərdən isə olduqca böyük sahə saxlanılıb. Dəyərli dostlar, qaraj hissəsini sizə göstərim. Qarajın girişinə də trap döşənilib. Burada 2 ədəd otaq. Baxın, arxa tərəfə buradan da keçid qoyulub. Evin daxilindən də burada 2 ədəd otaq. İstənilən məqsəd üçün istifadə edə bilərsiniz. Çox yaxşı evdir. Özü də şəxsi tikilidir. Bəzi səbəblərdən ötürü satışa çıxıb. Çox böyük sərmayə qoyulub bu evə. Kombo aparatının yeri və kollektor sistemi burada yığılıb. Qapı, qarajın qapısı uzaqdan rolunun sistemlə təchiz olunub. Həyətyanı sahə tam etlənib. Arxa tərəfdə bağ sahəsi saxlanılıb. O hissəni də sizə göstərəcəm. Qalxırıq bu hissəyə. Bura teras hissədir. Görürsünüz, necə gözəl. Həqiqətən də çox bəyəndiyim bir evdir. Çox bəyəndim mən bu evi. Daxil oluruq. Deməli, dəhliz, mətbəx stipoldur. Girişdə sağda yerləşir. Böyük bir qonaq otağı. Gəlin buradan başlayaq. Hardasan 25-30 kvadrat metrlik bir qonaq otağı. Mərtəbə arası monolit betondur. Qoşadaş 2-ci mərtəbənin yekununda beton kəmər atılıb. Burada ailə üçün nəzərdə tutulmuş yataq otağı. Hardasa 250-260 kvadrat metrlik bir evdir. Bir mərtəbəsi minimum 130 kvadratdır. Minimum ha. Çox olar ki, az olmaz. Bura növbəti belə bir otaq. Arxa tərəfdə qeyd etdiyim torpaq sahəsi. Baxın, pəncərədən göstərim. Belə bir torpaq sahəsi var bu hissədə. Masazır qəsəbəsində yerləşir. Yenibaş yaşayış kompleksinin arxa tərəfində kompleks budur. Bütün növ ictimai yaşayış obyektləri yerləşməkdədir. Elit yüksək kontingentə sahib bir ərazidir. Daha sonra bu hissəni göstərim sizə. Qiymət 155 mindir. Evin və torpağın kupçası var. Mərkəzi kanalizasiya ərazidə fəaliyyət göstərir. Şəxsi tikili 6 otaqlı bu ev 3 sot yarımda 155 min manat. Alıcılara endirim olunacaq. Mətbəx də daxil olmaqla isti döşəmədir. Əlaqə saxlamağı unutmayın dəyərli dostlar. Nömrəm 077 744 36 33. Sağ olun, hələlik.